Salam uşaqlar, bugün cimlə işləyirik və bizim 30-cu audio mətndir. Deməli 11-ci sinifə aiddir bunlar və 2 dənəsi qalır. 31-i və 32-yi. Onları da tam paylaşım sizinlə. Üzr istəyirəm, çöldən də uşaqların səsi gəlir, fikir verməyin. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Gəlin başlayaq. Правда, Шахбазбек, что ты хочешь поехать в Париж? Да, дядя, я хочу поехать во Францию с месье Жорданом. Но для чего? Чтобы выучить французский язык. На что тебе французский язык? Тебе нужны арабский, азербайджанский и русский языки, а их ты уже изучил в школе. Французский язык мне очень нужен, дядя. В прошлом году, когда вы посылали мне в Тифлис получить разрешение на строительство канала, Тарвердибек, который знал французский язык, пользовался большим уважением. Ты не понимаешь, что человеку нужен ум. А если будешь знать еще один язык, от этого ума не прибавится. На каком бы языке ни говорил человек, он должен уметь думать, правильно представлять себе нравы и обычаи людей своего времени. Как я могу знать нравы и обычаи французов, если не поеду в Париж? Так же, как их знаю я, часто встречаясь с месье Жорданом и слушая его речи, хотя кроме Карабаха я нигде не был. Я не понимаю, дядя, как вы составили себе представление об обычаях и нравах парижан? Сейчас объясню тебе. Для меня ясно, что каковы бы ни были наши обычаи и нравы, у парижан все наоборот. Например, мы верим всему, а они ничему не верят. Belə, indi biz deməli dinləmişik və indi bu mətni mən tərcümə edim, ondan sonra da suallara keçək. Tak, burada da dialoqdur, yəni söhbət belə başlayır. Doğrudur Şahbəz bəy, sən Parisə getmək istəyirsən? Bəli, əmi, mən cənab Jordan ilə Fransaya getmək istəyirəm. Bəs nə üçün? Fransız dilini öyrənmək üçün. Fransız dili sənə nəyə lazımdır? Sənə ərəb, Azərbaycan və rus dilləri lazımdır. Onları isə məktəbdə artıq öyrənmisən. Fransız dili mənə çox lazımdır, əmi. Keçən il siz mənə deməli kanalın çəkilməsinə icazə almaq üçün Tiflisdə göndərəndə fransız dilini bilən deməli Tarverdi bəy deməli çox hörmət ona çox yəni ona deyir ki, çox hörmət edirdilər və başa düşmürsən ki, insana deyir ki, ağıl lazımdır. Əgər bir dil yəni bir dili də öyrənsən, ağlın artmayacaqsa, məsələn, o nəyə lazımdır yəni? İnsan hansı dildə danışırsa danışsın, düşünməyə bacarmalıdır. Öz dövrünün insanların əxlaqını və ədətlərini düzgün təsəvvür etməlidir. Parisə getməsəm, fransızların əxlaqını və ədətlərini necə bilə bilərəm? Necə ki, mən bilirəm. Cənab Jordan ilə tez-tez görüşərik və onun danışığına qulaq asarıq. Halbuki mən Qarabağdan başqa heç yerdə olmamışam, deyir. Başa düşmürəm, əmi, Parislərin adət və əxlaqı haqqında təsəvvürünüzü necə yaratmısınız? İndi sənə izah edəcəm. Mənə aydındır ki, bizim adət və əxlaqımız necə olsa da Parislərdə hər şey əksinədir. Məsələn, biz hər şeyə inanırıq, onlar isə heç nəyə inanmırlar. Belə, gəlin indi keçək suallarımıza. Определите основную мысль текста. Əsas ideyası, söhbət nədən gedir? Əlbəttə ki, söhbət burada biz bilirik ki, deməli Qətəmxan ağanın və onun deməli qardaşı oğlu Şahbaz bəyin belə deyək də söhbəti. Ona görə də söhbəti yox da, belə deyək, mübahisəsi də gedir. Spor Qətəmxan Agi с племянником Шахбазбеком. Bax, B variant, əsas ideya budur. Дальше, укажите неверное утверждение по тексту. Deyir ki, mətnə uyğun olmayan. По мнению Qətəmxan Agi, Шахбазбеку нужны были азербайджанский, французский, арабский языки. Qətəmxan ağanın dediyinə görə Şahbəz bəyin Azərbaycan, fransız və ərəb dillərinə ehtiyacı var idi. Belə deyir. Tak, sonra Azərbaycanski, fransuski, arabski yox. Burada уже görürsən, fransuski burada düzgün deyil.
Так, A variantı onda uygun değil. Qadamxan ağa neредко встречался, разговаривал с Monsieur Jordan'ım. Düzdür, tez-tez Monsieur Jordan'dan danışırdı. Дядя Шахбазбека считал, что обычаи и нравы азерbaycanцев и французов отличаются. Bəli, düzdür. Burada deyir ki, Azərbaycan və fransızların ədət əxlaqının fərqi olduğuna inanırdı. В Тифлисе уважали Тарвердибека, потому что он знал французский язык. Bəli, Tiflisdə Tarverdi bəyi fransızca bildiği üçün ona hürmət edirdilər. Во Франции с Monsieur Jordan'ım хочет поехать племянник Qadamxan Agi Şahbazbek. Və deməli, Şahbazbek Monsieur Jordan'la Fransaya getmək istəyir. Düzdür. Deməli, bizdə A variantı burada uyğun gəlmir. Дальше. Так. Определите верный ответ на вопрос. Для чего Qadamxan ağa посылал племянника Şahbazbeka в Tiflis? Deyir ki, Qadamxan ağa qardaşı oğlu Şahbaz bəyi niyə Tiflisə göndərirdi deyə burada sual verir. Və biz də bilirik ki, kanal çəkməyə icazə almaq üçün. Düzdürmü? Для того, чтобы получить разрешение на строительство канала deyə biz B variantını burada seçirik. Дальше. Дополните предложение словами из текста. Племяннику Qadamxan ağa нужно поехать в Париж, потому nəyə görə Parijə getmək lazımdır ona? Çünki o deməli fransız dilini öyrənmək istəyir. Düzdürmü? Gəlin o şəkildə də yazaq. Yazırıq bu şəkildə, что он хочет изучить французский язык deyə. Дальше. 179-da. Напишите ответ на вопрос. Почему Qadamxan ağa знал обычаи французов? Deyir Qadamxan ağa fransızların adət-ənənələrini nəyə görə bilirdi? Потому что он часто разговаривал с Monsieur Jordan'ım da. Monsieur Jordan'dan tez-tez söhbət edirdi. Ya da yaza bilərsiniz ki, Qadamxan ağa часто разговаривал с Monsieur Jordan'ım, поэтому он знал обычаи французов. Və 180-də напишите одно прилагательное из текста, которое характеризует слово уважение. Hürmət, уважение, hürmət. Большое уважение, да? Böyük hürmət. Большое уважение. Belə uşaqlar, sağ olun, görüşərik.